Babadan danışdıq. Bəhrəm əminin babasından danışdıq. Sən öz babandan danışdıq. Amma əsas məsələ Bəhrəm əmiyə gəldik, çəkdik. Axı bu Bəhrəm əminin də başına demək olar ki, bizim tanıdıqlarımız yığılır. Atam özü də bu Meşəd Süleyman məktəbdən üzbəyiz olan yerə yığışırdılar. Həmən ev idi. İçəri şəhərdə idi. İçəri şəhərdəki ev. Orada bu Meşəd Süleyman da keçirdəndə məclisləri istər-istəməz atam həmişə o da iştirak edirdi orada, görürdü, qulaq asırdı, görsün nə döyür. Məsələn, mənə atam özü danışırdı ki, uşaqlıqdan deyir, bunun həvəsi vardı, tarih götürüb çalmağa. Hər dəfə, amma ki, atasının yanında biraz çəkinirdi tarih götürüb çalmağa. Atası gedən kimi o saat götürürdü tarih duvardan, onda duvarda asırdılar, baxdan. Götürürdü, o saat başlayırdı, məsələn, çalırdı, qurdalanırdı, qoyurdu yerinə. Atası gəlirdi, Meşəd Süleyman, baxıb görürdü ki, məsələ kökdən düşüb. Özü elə belə deyir, görürsən bu tarih kimər vurub? Halbuki bilirdi ki, məsələn, Bəhrəm götürüb, qeydir deyir ki, darıxma, sən dedi, bu tarih birdən çalacaqsan. Birdən çalacaqsan. Yəni, səni öyrətmək lazım deyil. O şeylər ki, sən eşidirsən. Çünki Bəhrəm həqiqətən də, məsələn, uşaqlıqdan ki, bütün bunları görmüşdü, öz dövrünün yaşıtları ki, vardı o vaxtı. Yəni, xanəndə... Bu da Meşəd Süleymanın düdüklərini yazılmışlar, onun... Yazıldı, qeyd edildi. Yəni ki, məsələn, Bəhrəm özü öz dövrünün o yaşıtları ilə götürəndə, musiqiçilərlə, Bəhrəm onlardan çox böyük idi. Yəni, yaşda yox, bilikdə. Çünki öz evində Meşəd Süleymanı götürüb gəldi, Bülbülcanı gördü, atam özü. Böyle fəxrlə həmişə danışırdı ki... Sadırcanı da görür? Yox, Sadırcanı görməyib. Sadırcanı belə bir dəfə onun deməli müsahibəsi olmuşdu radioda, Rafael Hüseyin yaparırdı. Rafael Hüseyin bir dəfə ona belə bir sual verdi ki, bəs Bəhrəm əmidi, əgər dedi sizə belə bir dənə şans verilsə ki, bəs o dövrün adamlarını kimi görmək istəyirdiniz? Sizə şans verdi ki, məsələn ki, o dövrün adamlar kimisə görəsən onu, onunla məsələn ünsiyyətə girəsən. Atam öyle demişdi ki, Sadıqcanı görmək istəyirdim. Çünki deyir, atası Meşəd Süleyman deyir, o qədər deyir, ondan deyir, danışmışdı ki, bu adamın insanlığından, âli cənablığından, bu adamın tarda elədiyi bu yeniliklər, onun çalğısından. Yəni, bizim hal-hazırda çaldıqlarımız hamısı demək olar ki, o Sadıqcandan gəlmədi. Yəni, Sadıqcan o qədər şeylər müsən yaradıb. Hələ ilk dəfə sinyal aldırıb. Ona görə də, məsələn, bu kişi deyirdi ki, pis mən bir Sadıqcanı görmək istəyərdim. Opera muğamı ilə, elə-belə bizim oxudu gördüyümüz hər günkü muğam. Mən elə bəlkə də bunu demək istəyirəm. Sənin və səndən əvvəlki böyük sənətkar Bəhrəm əminin çaldığı muğamla bu səhnədəki oxuyan, dəstgah oxuyan muğamların bir fərqi var. Çox böyük. Mən elə belə dedim, sən demə çox böyük, hə? Bəli. Yaxşı sual vermişəm. Bu tariflə də mən qoy oturmuşum. Yerinə düşən sualdır. Məsələ yerdedir ki, bizim bu köynə, bunlar indi köynə deyirlər. Yəni, bu bizim klassik o muğam ki var idi geçmişdə. Bu Üzeyir Bey özü də, məsələn, bu Leyli Məcnunu yazıb, düzdür? Bəli. Bu Leyli Məcnunda da bu muğamlardan istifadə edir. Bəli. İndikilər danışanda deyir ki, nasir muğam, köynə muğam. Valla, o nə var, hamısı keçmişdə var, keçmiş muğamlarda. Yəni, Üzeyir Beydə həmin o muğamlar bizim sırf klassik muğamlarımızdır. Yəni, onun bu teatr yolunda, məsələn, deyirlər ki, bu teatr yoludur, bu başqa yoldur. Belə bir söhbət var. Teatr yolu ilə, məsələn, bu yolun fərqi tamam başqa bir şeydədir ki, yəni ki, məsələn, müşahidə eləməkdə. Amma çalğıda yox, çalğı elə həmin o köynə qədimi, o klassik muğamımız ki vardı, o idi. Bir dənə fərq ondadır ki, opera yolunda, məsələn, tutalım ki, indi orada ya İbn Salam çıxacaq, ya Məcnunun atası çıxacaq, ya Leyli çıxacaq, ya Məcnun, ya hər hansı birisi məsələn çıxacaqsa, orkestr deyəndə, sən başlayanda yolun çalırsan, göstərirsən buna ki, indi
Gəlirsən, bunu oxuyacaqsan. Amma trio şəklində, məsələn, müşahidə edəndə, orada məsələn, oxuyur, sonra onun oxuduğunu sən müşahidə edirsən. Efendim, sözü bölmən kəsin, çox, efendim, düz, amma sən mənə heç vaxt həyatda belə gözəl söhbətdə olamamsan, sən bile səni verilişə çağırmaq lazımmış. İmkanımız olmayış da. Deməli, bu müasir ki, deyilən söz ki var. Məsələn, mən bir dənə şey açıqlayayım ki, mən deyərdim ki, Azərbaycanda hindi mən yeganə tarzanım ki, hansı ki, tarzdan dərs keçmirəm. Ancaq oxuyanları dərs keçirəm. Onun da səbəbini açıqlayımsa, mən asırlığa götürüyorum. Mən haradasa bir 12 il bundan qabaq, mən müraciət edən Asır Zeynəbliyə dərs deməyə. Mənə dedilər ki, sənin yolun köynədir. Ona görə şimdi bu məsələ əmələ gəlməz dərs demək. Ondan sonra konservatoriyaya müraciət edim, daha ad çəkməyəcəm kimlərə. Yəni orada da dedim ki, götürün bəni. Bütün o bildiklərim ki var, atamdan öyrəndikləri. Bunların heç olmasa mən bir kəsə çatdım, yəni ki, bu itib batmasın. Çünki Mansurovlar nəslin məni ilə bağlanır Şamil. Yəni, məni ilə bu kitab da bağlanır, daha bir muğam olmayacaq. Atam da vaxtında çox şeylər var idi ki, qədim keçmiş muğam ifası. Bəli, köhnə klassik bizim muğamımız. Yəni, çox şeylər vardı, atam da vaxtında hamısını açıqlaya bilmirdi, bir açıqlayırdı. Yəni, məsələn, atam götürdü Heydərini, məsələn, götürdü, gəldi, saldı repertuara. Məsələn, Üzrə Zərbi var idi, onu hələ, necə deyirlər, alimə öyrətdi, saldı, amma repertuara gəlib girmədi o. Amma məsələn, muğamlarımızda bəzi güşələr var ki, məsələn, Qəməngizdir, Dilrubə, Dilrubə və bir çox şeylər var ki... Bunlar hamısı o Məşədi Məlik evinin... Bəli, bir çox şeylər var ki, atam bunları götürüb salıb yavaş-yavaş, necə deyirlər, bu proqrama. Amma çox şeylər var. Çünki atam çalışırdı ki, həmin bayaqları əvvəldə mən qeyd elədim ki, bizim muğamlarımız geniş bir formada olub. Onların 40 neçə, 50 neçə daha hissə güşəsi olub. Bunlar hamısı itib batmışdı. Ona görə də kişi də sağlığında həmişə çalışırdı ki, bunları, necə deyirlər, yer etsin, bizim gələcək nəslimiz öyrənsin, itib batmasın. Ona çalışırdı. Bizim bir qonağımız da var. Bəhram əminin, Bəhram Mansurovun sevimli tələbəsi, elə demək olar. Namik Məmmədəli, Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Musiqi Fənləri Fakültəsinin dekanı. İkinizin arasında qoy Bəhram əminin tarı olsun. Birinci sual. Bəhram əmin sizdən üstünüzdə çox qışqırıb. Bəhram müəllim həmişə, yəni ki, qışqırıb deyəndə ki, mən o deyəndə ki, tələbənin müəllimin üstünə acıqlanmağın deyil. Bəli müəyyən qədər onda, yəni ki, sənəti biz düzgün ifa eləməyəndə, əlbəttə müəllim müəyyən qədər sifəti dəyişirdi. Amma elə dəyişirdi ki, yəni onu mən hiss edirdim. Onu qırardan baxardım, hiss edirəm, ki, Bəhram müəllim sifəti dəyişib. O baxış məsələsi. Baxış məsələsi. Burada Arifə bir işarə kifayətdir. O baxışlarda mən hiss edirdim ki, hansı mizrabısa düz vurmamışam və yaxud da ki, hansı... Çünki bu müğamda cəfəngiyyat çalmaq olmaz öz başından. Namik Məmmədəli elə bir yerə toxundu ki, mən onu səhərdən istəyirdim ki, mən onu deyim, bəlkə deyim, yer tapa biləcəyəm, bilməyəcəm. Bəhram əmini Leyli Məcnun tamaşaçının lent yazılarını görsədəndə çox tez-tez Bəhram əmini görsədirdilər, utar çalıb və onun utar çalanda onun o sifəti, gözləri Leyli ilə, Məcnunla, oradakilərlə yaşamağı, tarı yaxın sirdaş bilib, əzzi bilib, adama elə gəlirdi ki, bu adam diyansa, bu tarı saxlasa, pərdə bağlanacaq, işıqlar sönəcək, hətta onun işıqlarının da gücü teatrın onun mizrabındaydı. Doğru oğlunda da heç o yoxdur, ancaq Bəhram Mansurova məxsusuz. Çünki o bizəcə özünün təbəssümü, özünün onu bayağı bir söz qeyd elədiniz, o vaxt musiqiçilər yığışardılar filarmoniya bağına.
burada o vaxtı böyük kiçik var idi. Mən biraz yaşım çatır elə şeyləri danışmağa. Yəni ki, böyüklərə hörmət var, böyük musiqiçilərə biz salam verməyə qorxardıq.